İmtahana bir gün qalmış, bu 3 səhvi etməyin. Birinci səhv gecəni yatmayıb oxumaqdır. Çünki yaddaş yatanda möhkəmlənir. İmtahana yuxusuz getmək diqqəti yayındırır, beyin yorulur və insan bildiyi suala cavab verə bilmir. İkinci səhv yeni mövzu öyrənməkdir. Bu zaman beynimiz qarışır. Üçüncü səhv həyəcan keçirməkdir. Bu məndə alınmayacaq, bacarmayacağam düşüncəsi insanı stresə salır. Stres artanda ürəyimiz döyünür, əllərimiz tərləyir və beyin tormozlanır. İmtahandan bir gün əvvəl 2-3 saat müddətində təkrar edin. Ağır yeməklər yeməyin. Gecəni rahat yatın. Səhər duranda isə yemək yeyib, su içib evdən çıxın. İmtahan həyəcanını təbii şəkildə aradan qaldırmaq istəyirsinizsə, Qabafoz tabletlərindən də istifadə edə bilərsiniz. Qabafoz bildirim ki, dərman deyil, qida əlavəsidir. Tərkibində yaddaşı, diqqəti, qavramanı yaxşılaşdıran, əsəbilik və pis əhval-ruhiyyəni düzəldən təbii maddələr var. Bu maddələr diqqəti qüvvətləndirir, yuxunu yaxşılaşdırır, depressiya əleyhinə təsir göstərir, imtahan həyəcanını azaldır, üstəlik yaşlılarda beynin qocalmasının da qarşısını alır. Tərkibindəki maddələr beyin və sinir sistemini dəstəkləyir, asıllıq yaratmır və orqanizmi öz normal halına qaytarır. İstifadə qaydası isə 12 yaşdan yuxarı şəxslər gündə 1 tablet, 18 yaşdan yuxarı şəxslər isə